Bismillahirrahmanirrahim. Bağışlayan ve mehriban olan Allah'ın adıyla. Her birinize Allah Müteala'nın salamı olsun. Allah itaat ve ibadetlerinizi inşallah ki en âli derecede kabul eləsin. Biz inşallah ki bu münasibətlər mövzusu barəsində silsiləvi söhbətlər çəkildi. Bugün həmin söhbətlərin sonuncusunu inşallah danışacağıq. Allah'ın izniyle. Demek biz danıştık ki, ümumiyyətlə münasibətlər dedikdə insanın insanlarla və insanın onu yaradan olan Allah Müteala münasibətinin olması zəruridir. Və biz bunu da dedik ki, insanın insanla olan münasibətinin necəliyi onu yaradan olan Allahla münasibətinə birbaşa təsir edir. Və sonra danışdıq ki, biz insanlıq və ictimai varlıq olduğumuz üçün insanlarla danışırıq, ünsiyyət saxlayırıq. Bununla da yanaşı, amma diqqətli olmalıyıq ki, gözlənti halında, fədakarlıq halında və bu kimi qismlərdən danışanda gərək bizim gözləntimiz də, fədakarlığımız da təmənnasız olsun və gözləntimiz Allah'tan olsun. Və bildirdik ki, insanın təbiətində qani ola bilməmək adlı bir problem var. Bunlar barəsində danışdıqdan sonra insanın ən əsas mövzu olan Allahla münasibəti barəsində danışdıq və qeyd etdik ki, əsas məsələ burada insanın Allahla münasibətdə, ilahi münasibətdə qorxu və ümid içərisində olmasıdır. Bunun barəsində danışdıq. İndi sonuncu və ən əhəmiyyətli mövzu olan itaət barəsində danışacağıq. Bizim Allah Müteala münasibətlərimizin yaxşılaşmasına və düzəlməsinə bir mənada bizim ilahi mənəviyyat yolunda doğru şəkildə irəliləyə bilməyimizə imkan verən ən əsas mövzu itaət mövzusudur. Quran da bizə itaəti xatırladır. Nə qədər ayədə Quran deyir ki, Bismillahirrahmanirrahim, Ya eyyuhəllezine amanu, deyir, ey iman gətirənlər, Atiullah, Allaha itaat eləyin və atiur Rasul, Allah Müteala'nın gönderdiği ilahi elçi olan Resul'a ibadet eləyin, yəni Peyğəmbərə ibadət eləyin, itaət eləyin və ulil əmri minkum və özünüzdən olan əmr sahiblərinə, bu da qeyri-şərtsiz olaraq hamımız bilirik ki, bu imamlarımızdır ki, imamlarınıza yəni itaət edin. Çünki imamlarımız olduğunu bir mənada oradan bilirik ki, Allah Müteala da İsra surəsində buyurur ki, يَوْمَ نَدُ كُلَّ اُنَاسٍ بِإِمَامِهِمْ Deyir, qiyamətin günü hər kəsi biz hər dəstəni öz imamı ilə çağıracaq. İtaət mövzusu bu qədər mühüm və əhəmiyyətlidir. Başqa ayədə də Allah yenə də buyurur ki, Atiullah və Rasulə, deyir, Allaha və onun Peyğəmbərinə itaət eləyin. Və lə təvəlləv ənhu və əntum təsməun. Deyir, eşidə ondan üz döndərməyin. Bunları ki, eşidirsiniz, o ki sizə nə deyir, onu itaət eləyin. Onun dediklərini eşidə ondan üz döndərmiş olmayın. Yəni Allah Müteala üçün önəmli məsələ itaət məsələsidir. Əgər biz Allaha itaət eləmiş olsaq, itaətini qəbul etdikdən sonra bizim ibadətimizin mənası olacaq. Bunu bilməliyik ki, bütün ibadətlər eyni zamanda da itaətdir. Yəni Allaha bizim etdiyimiz bütün ibadətlər Allaha etmiş olduğumuz itaat deməkdir. Bir incə məsələ var ki, amma bütün itaətlər ibadət deyil. Niyə? Çünki ibadət yalnız Allaha edilər, Allah ibadətə layiqdir. Amma itaətə gəldikdə Allah məsələn özü buyurur ki, Allah itaət edilməsi vacibdir, Allaha bəli. Peyğəmbərə itaat etmək vacibdir, bəli. İmama itaat eləmək vacibdir, bəli. Quran hətta deyir ki, ata və ananıza itaat edin. Bunlar yəni vacibdir. Amma bir nəfər gedər Allahın düşməninə itaat edər, o icazəli deyir ki, haramdır, olmaz. Yəni bütün ibadətlər itaətdir, amma bütün itaətlər ibadət deyil. Niyə? Çünki ibadət təkcə Allaha edilir. Bunu niyə açıqladıq? Çünki bu itaat mövzusu o qədər önəmlidir ki, İmam Həsən əleyhissalam buyururdu ki, Mən abədəllah, abədəllah ləhu kullə şey. Kim əgər Allaha itaat eləsə, Allaha ibadət eləsə, bəndə ola bilsə,
Allah hər bir şey ona qul edir. Məsələn, başqa bir hədisdə Həzrət Peyğəmbər buyurdu ki, "Əvvəlu ma yus'alu anhul abd hubbuna ahləl beyt." Deyir, qiyamətin günü nəzərdə tutulur. Bəndələrdən ilk soruşulacaq şey biz əhl-i beytin məhəbbəti olacaq. Yəni, bəndələr bizə itaət etməkdən məsuliyyət daşıyırlar. Biz ondan məsuliyyət daşıyırlar. İndi ilahi müstəvidə də Allahla olan münasibətdə ən önəmli mövzu itaət məsələsidir. Mübarək Ramazan ayı bizə bu mənada nəyi öyrətdi? İndi ayın sonuna tərəf gedirik də. İtaəti öyrətdi. Yəni Allaha necə itaət etmək lazımdır? Mübarək Ramazan ayı onu öyrədir. Yoxsa bir adam desin ki, mən elə zöhr namazını 8 rükət qılıram da, mənim belə deyil, həvəsim də var, 8 rükət qılıram. Onlar olmaz ki. Allah deyir, sənin nəyə həvəsin var, yoxdur, o mənə önəmli deyil. Önəmli olan, mən səndən nəyi istəyirəmsə, səndən necə itaət eləməyini istəyirəmsə, mənə o cür itaət eləməyindir. Mənə önəmli olan budur. Yoxsa sən nəyi, məsələn, mən demişəm ki, bunu bu cür elə, sənə demişəm, misal üçün, sən deyərsən, yox, mən 24 saat oruç tuturam, bu sənin fəzilətindən xəbər vermir, əksinə bu itaətsizlik demək olacaq. Mən səndən, Allah deyir, necə istəyirəmsə, sən o cürlə mənə ibadət və itaət elə. Və İmam Əli əleyhissalam da buyururdu ki, əgər bir nəfər ki, deyir, bir adama deyir ki, sən Allaha itaət eləmirsənsə, heç onun ruzisindən də yemə. Deyir, əgər onun düşmənlərini sevirsənsə, yəni Allaha itaət eləməsən, onun düşmənlərinə itaət eləmiş olacaqsan da, deyir, onun düşmənlərini sevirsənsə, onun mülkündən kənara çıxa bilməzsən ki. Allah sənə ruzi verməsə, yaşaya bilməzsən ki. Deyir, əgər onun qəza və qədərinə razı deyilsənsə, yəni onun təqdiratına razı deyilsənsə, deyir, özünə ondan başqa bir ilah axtar. Özünə başqa Allah axtar. Əgər Allahdan razı deyilsənsə. Yəni, Allaha itaət özündə sonraki mərhələləri də gətirir. Bir adam Allaha itaətsiz olsa, təbii onun düşmənlərini sevəcək və bundan da sonra nə olacaq? Bundan sonra da Allahdan gilə-güzar eləməyə başlayacaq. Amma bizim qəlbimiz əgər həqiqətən də mütidirsə, qəlbimiz müti olsa, biz Allaha itaətdən yorulmuş olmaraq İmam Əli əleyhissalam buyurur. Amma həqiqi itaət olsun da. Yəni itaət o cür deyil. Allah mən səni sevirəm. Sevməsəydin nə olacaqdır ki? Səni sevməklə böyük bir dəyişiklik olmur. Yəni həqiqətən sevirsənsə bu sənin əməllərində özünü göstərməlidir. Özünü göstərməlidir. Aleykumussalam və rəhmətullah. İndi bayaqki söhbətə mövzunu qaytarsaq, yəni burada mövzu nədir? Bu itaət olmalıdır ki, ibadətin də bir əhəmiyyət olsun. Yoxsa necə gəldi ibadət edəcək? Məsələn, iblis də demədi ki, mən ibadət eləmirəm. Belə söhbət eləmədi. Dedi, ilahi, mən sənə ibadət edirəm. Amma Allahın itaətini vacib buyurduğu şəxsə, Adəmə səcdə eləmədi. Eyni nümunə ilə Peyğəmbərə və imamlara da aiddir. Bir adam deyir, ilahi, mən sənə məsələn iman gətirmişəm, amma Peyğəmbərə iman gətirməmişəm və yaxud imamını iman gətirməmişəm. Onlar olmaz ki. Yoxsa iblis də bir konkret yanaşsaq məsələyə Allaha iman gətirir. Hara kimi? Allah Adəmə itaət səcdəsini vacib buyurduğu hala kimi. Halbuki Adəmə səcdə eləmək Allaha itaət eləməkdir. Bura kimi. Hətta nə dedi? Dedi ki, ənə xayrun min. Dedi ki, mən ondan daha yaxşıyam. Xələqtəni min narin və xələqtəhu min tin. Deyir, çünki sən məni oddan yaratırsan, onu isə gildən, palçıqdan yaratırsan. Belə dedi. Buna bilirsiniz, nə deyirlər? Yəni, öz günahını müəyyən mənada dırnaq arası əsaslandırmağa çalışdı. Halbuki əsas məsələ nə idi? İtaətsizlik elədi. İtaətsizlik elədi. Mövzu bundan ibarətdir. Ona görə Qur'an bizi itaətsizlikdən çəkindirir. Deyir, ya əyyuhəl-ləzīnə amanu iz tuti'u'l-ləzīnə kəfəru yəruddukum alə əqabikum fətənqəlibu xasirin. Deyir, ey iman gətirənlər, əgər kafirlərə itaət eləsəniz, onlara tabi olsanız, onlar sizi geriyə qaytararlar. Yəni, cahiliyyə dönəminə qaytararlar. Beləliklə də siz ziyanı oxuyarsınız. Yəni,
insanın Allaha itaatsizlik eləməsi səbəb olacaq ki, o getsin başqalarına itaat eləsin. Belə olan halda da insan ziyana uğramış olacaq. Hətta Hz. Əleyhisselam buyururdu ki, bu hədisin əvvəlini də qeyd edək, deyirdi ki, Allah səni ona qarşı günah Allahın səni ona qarşı günah işlətməkdə görməsi, ona itaətdə isə tapmamasından qorx ki, sən ziyana uğrayanlardan olarsan. Bu ayənin elə mətnə uyğun olaraq. Sonra deyir ki, güclənəndə Allahın itaətində güclən. Zəifləyəndə isə Allaha qarşı günah eləməkdə zəiflən. Yəni bu deməkdir ki, biz bugün itaat mövzusu barəsində danışdıq və inşallah ki, sizlərlə xütbələrimizi bitirdik. İtaat əsasdır. Yəni bir insan kimisə sevdiyini bildirirsə, amma ona itaat eləmirsə, bu sevgi deyil. Eynən, əgər biz Allah-u Teala'nın bəndəsinə olduğumuzu iddia ediriksə, Allaha itaatimiz ən əsasdır, ən önəmli məsələdir. İtaatimiz olsa, ibadətimiz də yerində olacaq. İtaatimiz olsa, ilahi münasibətlərimiz də yerində olacaq. İtaatimiz olsa, az olan əməllərimiz də keyfiyyətli olacaq.